Burada istifadə olunan aşağı dozalı kompüter tomoqrafiya həm kifayət qədər bahalı metoddur, həm də ki, tətbiqi o qədər də asan olmayan bir üsuldur. Burada biz gördüyümüz, şübhələndiyimiz bütün törəmələrin biopsiyasını bir mənalı tövsiyə edirik və histoloji cavabdan sonra əvvəllər yalnız bizə xəstəliyin götürdüyümüz materialda bəd və ya xoş xassəli olmağı yetərli idisə, bugünkü gün ağciyər xərçəngində o qədər yol gəlmişik ki, orada ən azı 10-15 adda genetik mutasiyalara baxılır və təsəvvür eləyin ki, bir qadın xəstə heç vaxt siqaret çəkməyibsə, bizdə %20 ehtimal onun EGFR mutant olması və yalnız bir tabletlə kemoterapiya almadan belə gecikmiş mərhələdə illərlə həyatını yaşaya bilər. Bugün mənim buradan yəqin ki, izləyicilərimiz arasında var, kifayət qədər sayda xəstələrimiz var ki, 5-7 ildir artıq yalnız bir tabletlə həyatını davam etdirir. Normal bir şəkildə bu hədəfə yönəlik müalicədir. Bu ağciyər xərçəngi əvvəllər ölüm hökmü kimi çox ağır səslənirdisə, yeni kəşflər, yeni belə deyək, protokollara əlavə edilmiş dəyişikliklər bugün onlara böyük ümid vəd edir. Amma biz yenə də o ümiddən daha erkən gəlmələri üçün səsləyiş etmək istəyirik. Diaqnoz qoyulduğu halda artıq qorxmaq lazım deyil. Çünki əlimizdə çox-çox geniş imkanlar var. Patohistoloji cavabdan sonra immunohistokimyəvi tiplənməsi, yəni xərçəngi bildik, bəd xassəli törəmədir, amma bunun da öz arasında növləri bölünür və növünə görə müalicə seçimi, fərdiləşmiş onkologiya bugün bizim üçün çox önəmlidir və bunun ən yeni gəlinmiş nəticəsi odur ki, ağciyər xərçəngində alt tipindən asılı olmadan kimyəvi dərman müalicəsinə ehtiyacı olan xəstəyə immunoterapiya da əlavə etdiyimiz zaman o hədəflədiyimiz ən azı 5 illik ya sağ qalım müddətinə daha yaxınlaşmış oluruq. Yəni bu bir şad xəbər ola bilər o diaqnozu olan şəxslər üçün. Pərvanə xanımın sosial şəbəkəsini izləyən bir izləyicisi olaraq orada mən görürəm hər dəfə xərçəngdən sağalan 3